Herkese salam. Kanalıma ve yeni videoma hoş geldiniz. Bugün Elnar'ın peyvənd günüydü. Dedi elə səhər tezdən aparaq onun peyvəndini vurduraq. Getmişkən də dedim kəndin yollarını biraz sizin için çəkim. Elə gözəl, elə sakit hava var idi ki, belə havada gəzmək adamın lap xoşuna gəlirdi. Payız fəslini nə qədər çox sevməsəm də, ayaq altında qalıb xışıldayan yarpaqların səsini çox sevirəm. Beləliklə İlqar yanımda, Elnar qucağımda yollara baxa-baxa gedib məntəqəyə çatdıq. Çatdıq çatmağına, amma bizə dedilər ki, peyvənd bitib. Ona görə də biz biraz məyus olduq və geri qayıtmalı olduq. Yolda qaydanda isə düşündük ki, əslində bu bizim üçün bir gəzinti oldu və uşaqlar da hava almış oldular. Burada gördükləriniz isə yuyulmuş paltarlardır. Hamısı gərək qatlanıb yerinə yığılsın. Paltarları qatladım, götürdüm. Bir dənə bunları saxladım, İlqarın paltarlarını. Çünki İlqarın bu şkafını bugün yığışdırmaq istəyirəm. Gün orta onu yatdıranda yığışdırıb içindəki şeyləri, kiçilmiş paltarları götürmək istəyirəm. Köhnələri, kiçilmişləri falan. Heyva yığmışıq. Həyətimizin heyvaları. Qaynanam mürəbbə bişirəcək bunlardan. Elnarın peyvəndini vurmaq sabaha qaldı. Dedilər ki, peyvəndi gətirəndən sonra xəbər eləyəcəyik, uşağı gətirərsiz, peyvəndi vurarıq. Biz həm böyük oğluma, həm də kiçik oğluma bütün peyvəndlərini vaxtında vurdururuq. Bəzən valideynlər uşaqlara peyvənd vurmaq mövzusunda biraz tərəddüdlər eləyirlər. Amma məncə, şəxsi fikrimə görə peyvəndləri vurdurmaq vacibdir və uşaqları bir çox xəstəliklərdən qoruyur. Sonra da keçdim İlqarın paltar şkafını yığışdırmağa. Düzdür, biraz əvvəl yığışdırmışdım buranı. Ancaq İlqar bəzən özü gəlib paltarlarını dartışdırıb götürdüyünə görə burada aləm bir-birinə dəyir. Bunları belə səliqəli qoyanda həm özümə tapmaq rahat olur, həm də ümumilikdə gözəl görünür. Paltarları yığa-yığa öz-özümə həmişə fikirləşirəm ki, zaman necə də tez keçir. Düzdür, bəzən yorğunluq olur, insan bəzən günü keçirə bilmir. O qədər yorğunluq olur ki, bilmirsən ki, gün ərzində nəyi necə çatdırasan. Ancaq bir də gözünü açıb baxırsan ki, aradan neçə günlər, neçə aylar keçib. İlqarın balaca boyliləri geyinməsi, kiçik-kiçik çorabları hələ də gözümün qarşısındadır. Ancaq indi bəzən öz-özünə paltarlar seçir, mənim geydirdiklərimi bəyənmir və yaxud da harasa gedən paltarları evdə geyinmir ki, bu mənim hoppa gedən paltarımdır. Ən çox da cibli paltarları geyinib, əllərini cibinə qoyub gəzməkdən ötürü ürəyə gedir. Uşaqlar bizi nə qədər yorsalar da, nə qədər dəcəllik eləsələr də, təbii ki, bir gülüşləri hər şeyə dəyər. Bütün bölmələrini çəkmədim, amma hamısını bir-bir açıb, töküb, yığışdırıb, kiçilən paltarları götürdüm və səliqəyə salıb, qalanlarını yerinə yığdım. Bilmirəm neçə gün belə səliqəli qalacaq, çünki bəzən özüm də buraları dağıda bilirəm. Və belə, buranı da qutardım. Mürəbbəmiz pişdi. Ən sevdiyim mürəbbədir. Heyva mürəbbəsi. Çok qəşəngdir. Əla görünür, sapsarı. Həm Elnarın, həm də İlqarın kiçilmiş paltarları var idi. Hansılar ki, onlar daha geyiniləcək vəziyyətdə deyildilər. Düymələri qopmuşdu ya da nəsə başqa bir problemləri var idi. Mən də düşündüm ki, elə bunlardan toz bezi eləyim. Həm belə çox olur, rahat olur, bir dəfə istifadə edib atmaq olur, həm də ekoloji cəhətdən faydalı olur. Yəni başqa bir şey almağa ehtiyac olmur. Materialları da yaxşı olduğuna görə istifadə olunan heç bir yeri cızmır. Həm istənilən ölçüdə, həm də istənilən qalınlıqda kəsib hazırlamaq olur. Hamısını eləyə bilməsəm də bir qismini kəsdim, hazırladım, qatlayıb üst-üstə yığdım və bir kənara qoydum ki, ev təmizliyi eləyəndə bunlardan istifadə eləyərəm. Artıq gecə olub, hamı yatıb və mən indi dərs oxumağa vaxt tapmışam. Sertifikasiya imtahanına hazırlaşıram. Gündüz bunun üçün heç bir vaxtım olmur. Vaxt olanda belə uşaqlar mənə imkan vermir ki, oturum, nəsə oxuyum. Ona görə də mənə qalan ancaq gecələr oturub oxumaqdır. Düzdür, yorğun oluram, bəzən oxumağa heç həvəsim də olmur. Ancaq düşünürəm ki, bütün bu yuxusuz gecələr, bütün bu yorğuncuqlar hamısı öz bəhrəsini mənə nə vaxtsa verəcək. İmtahandan yaxşı nəticə toplayacağam, uğur qazanacağım və onda özümə
bu günlər üçün təşəkkür edəcəm. Sizsə məni bura qədər izlədinizsə, hər birinizə təşəkkür edirəm. Yaxşı ki varsınız. Kanalıma abunə olmağı, like atmağı unutmayın. Hələlik.